Salam əziz dostlar. Bugün 1 iyun Uşaqların Müdafiəsi Günü münasibəti ilə xeyirxah qardaşımız rəqqas Siyin qardaşın dəstəyi ilə Aylin qızımızı təbrikə gəlmişik. Salam. Necəsən Aylin? Can. Bayramın mübarək. Nisi belə gözəl illərə çıxasan. Sənə deyərəm. Hüseyin əmə alıb gətirib. Can. Görsən nə gözəl bayramdır. Başınızdan tepsin. Sağ ol. Hər iki valideyni itiribdir. Allah ona kömək olsun. Aylin qızım, sənin yanında bizim mərhəmətli xalqımız var. Hər zaman sənin yanında olacaq. Yaxşı, sən də böyüyəndə yaxşı bir vətəndaş ol. İnşallah. Xalqına, ailənə. İnşallah. Bir daha kalmışlar bir. Ürəyi dözmədi, yeganə xanımı gözləməyə. Nəmiş dəfərdə Sonra. Sən çox işin yoxdur. Çoxlu. Bütün səni bayramın bayramı. Yaxşı, nə ürəyin nəsə istəsə əradə saxlayarsan. Yaxşı, İgərini xələ edəyərsən, mənə deyər. Nəsə istəsə. Yaxşı qızı, bir daha təbrik edir. İkinci təbrik etdiyimiz balamız, Dəniz balamızı. Dəniz bala, xoş gördük səni. Dəniz balanın 11 yaşı var. Ata-anası yoxdur, xala himayəsindədir. Dəniz balamızı bugün rəqqas Hüseyin əmisi təbrik edəcəkdir. Bax, sənə gözəl hədiyyələr gətirib. Uşaqların münasibəti ilə təbrik edirik səni. Sən sağ ol. Görürsən? Can, 100 yaşa. Vətəndən, xalqına gözəl övladlardan olasın.